bunlara da bir-birinə bağlayan gözə görünməz bir tel var. Deməli nədir? Niyə görə Allah deyir ki, ölmədən, bax, əsas məsələ budur. Allah niyə görə əmr edir ki, ölmədən, bir vadiyam da, niyə görə Allah əmr edir ki, ölmədən əvvəl mənə ruhu, insan qaytarmalıdır, mənə Allahın 12 dəfə əmridir Quran-ı Kərimdə ki, ölmədən öncə Allah bu əmanəti niyə görə bizim? Deməli ki, ruh Allaha doğru yola çıxmalıdır. Sırat-ı müstəqim, ihdinə sırat-ı müstəqim. Allaha doğru gedən yolun, ruhun Allaha doğru getdiyi yolun adıdır. Ruhun öz əmr aləmi deyilən öz aləmi var. O da ruh o materiyadandır. 7 qatı, deməli ruh Allaha qovuşmağı diləyəndə insan qəlbdən o Allaha ruhdur. Allah hərəkətə keçir, ruh bədəndə tərk edir və Allaha doğru yola çıxır. Bunu Allah edir. Və həmən o vücud, bizim öz zatımız ki, nəfs var. Allah onu nurlandırmağa başlayır. Nəfs başlayır nurlanmağa. Bütün negativ, qaranlıq ruhun tam ziddi olan nəfs başlayır, Allah nurlandırmağa başlayır. Ruhu Allah özünə qovuşturur. Nəfsi isə nurlandırmağa başlayır, nəfs başlayır ruh kimi olmağa. Bu ölmədən öncə olan prosesdir. İnsan bunu, o ruhu ona görə də... Deyirlər kamillik qatır, insanın nəfsin kamillik qatır. Sən qulağı atmırsan, elə qarşı. Yox. Hamısına qulağı